məhbubu mənim vətənimdir, vətənimdir, vətənim. İnsan tarixin övladıdır. İnsanın taleyi ilə zamanın, dövrün aqibəti, qisməti arasında böyük bənzərliklər var. İnsan ömrünün sevincli, fərəhli, yaxşılı, yamanlı günləri olduğu kimi, tarixin özünün də yüksəlişli, inkişaflı, insanların məsud yaşadığı, şəhərlərin, yurtların inkişaf etdiyi dövrü də olur, tənəzzül çağları da, eniş əyyamları da. Orta çağdan üzü bəri hərdən Azərbaycan tarixinin 11-12-ci yüzillərini qızıl əsrlər adlandırıblar və yanılmayıblar. Əslində bu əsrlər yalnız Azərbaycanın da deyil, elə yaxın Orta Şərqin çox ölkələrinin həyatındakı altın dövrlərdir. Hakimiyyətdə böyük Səlcuqlardır. Birinci Sultan Toğrul, Alparslan, Məlikşah, Mahmud Börkiyarıq, İkinci Məlikşah, Məhəmməd Tapar, Sultan Səncər. Bunlar sadəcə ağıllı siyasətçilər, böyük dövlətçilər deyildilər. Onlar həm də mədəniyyətin, elmin, təhsilin hamisi idilər. Onların dövründə mədəniyyət bütün başqa zamanlardakından daha artıq inkişaf edir. Apardıqları dürüst, müdrik siyasət nəticəsində 10 illər boyu onlar hakimi olduqları, sahibi olduqları yurtları inkişaf elətdirirlər, yüksəldirlər. Əlbəttə ki, bu inkişaf, bu yüksəliş onların adı ilə bağlı olduğundan tarixdə də elə beləcə qalırlar. Tarixi salnamələr Böyük Səlcuqların yalnız ayrı-ayrı savaş meydanlarında qazandığı zəfərlərdən bəhs etmir. Salnamələr Böyük Səlcuq hökmdarlarının siyasətdə, dövlət işində, döyüş meydanlarında çaldıqları zəfərlərlə bərabər onların quruculuqda, mədəniyyətin, ədəbiyyatın, sənətin yüksəlişində əldə etdikləri zəfərlərdən də heyranlıqla söz açırlar. Eyni yüksəlişlər, eyni parlayışlar Azərbaycanda, Azərbaycan Atabəylərinin dönəmində də davam etməkdədir. Şəmsəddin Eldəniz, Nüsrətəddin Cahan Pəhlivan, Müzəffərəddin Qızıl Arslan'da Böyük Səlcuq hökmdarları kimi eyni xətti yürüdürlər. Onlar da ağıllı dövlətçilərdirlər, mahir siyasətçilərdirlər, həm də quruculardılar. Səlcuqlar dönəmində, Atabəylər dövründə yaxın Orta Şərqin elə o sıradan Azərbaycanın mənzərəsi büsbütün dəyişir. Əvvələn ayrı-ayrı şəhərlər çox inkişaf edir. İstənilən yurdun da inkişafının ilk görsənişi şəhərlərdir. Yaxın Orta Şərqin oçağacan xırda sayılan neçə şəhəri də böyüyür, mədəniyyət mərkəzlərinə çevrilir. 11-12-ci yüzillərdə Əbubəkir Əcəmi, Naxçıvani kimi böyük memarlar yarandısa, onlar ən əvvəl həmin bu nəhəng əsrin övladları idilər, yetirməsi idilər. Əcəmiləri vaxt yaradırdı. Əbubəkirin Azərbaycanda, Naxçıvanda yaratdığı abidələr gözümüz önündə idi. Ancaq onun Azərbaycandan kənarda yaratdığı misilsiz memarlıq abidələri də vardı. Azərbaycandan kənarda onun davam edən dəsti xətti məktəbi vardı və Əcəmi də tək deyildi. Sıra-sıra böyük memarlar yetişmişdi o zamanda. Səlcuqlar dönəmində, Atabəylər çağlarında Bağdaddan, Dəməşqdən, Qahirədən, Əndəlüsdən Azərbaycana sıra-sıra böyük alimlər gəlirdilər.
Azərbaycanda əlbəttə ki 11-12-ci yüzillərə qədər də məşhur təbiblər olmuşdu. Ancaq Səlcuqlar dövründə, Atabəylər dövründəki məşhur təbiblərin adları artıq tarixə qızıl hərflərlə həkk olunur. Cəlaləddin Təbib, Əli İbn Əhməd, Fəxrəddin Naxçıvani, Əkmələddin Naxçıvani. Bunlar Azərbaycanda Səlcuqlar dövründə, Atabəylər dövründə fəaliyyət göstərmiş böyük həkimlərin yalnız bir neçəsidir. Salnamələr, orta əsrlərin risalələri həm də yalnız Azərbaycanda yazılanlar deyil, Azərbaycandan kənarlarda yaradılanlar da bu həkimlərin adını o çağın yaxın orta şərqdəki ən məşhur təbibləri sırasında çəkir. Həm də bunların ətrafında böyük bir dəstə başqa güclü həkimlər fəaliyyətdədirlər. Məşhur təbib Əkmələddin Naxçıvaninin şöhrəti haqqında bunu demək yetər ki, onun ad-sanı Azərbaycan sərhədlərindən çox uzaqlara yayılmışdı. Uzun da bir ömür yaşadı və ayrı-ayrı qaynaqların məlumatınca o Mövlana Cəlaləddin Rumeni müalicə edən əsas həkimmiş. Bu dövrdə yaxın orta şərqdə, o cümlədən Azərbaycanda da elmin bütün digər sahələrində də böyük inkişaf yaşanmaqdadır. Məlikşahın Nişapurda yaratdığı rəsədxananın təsiri əlbəttə ki, bütün yaxın orta şərqdə nücum elminin inkişafına böyük təsir göstərir. Bu sahədə çalışan alimlər ora üst tuturlar, oradan aldıqları təcrübələri bütün yaxın orta şərq boyu yayırlar. Həmin dövrdə elmin ayrı-ayrı sahələri, riyaziyyat da, dilçilik də, musiqişünaslıq da, şeirşünaslıq da böyük inkişafdadır. Ancaq sözsüz ki, ən böyük tərəqqi şeirdə, ədəbiyyat aləmində müşahidə edilməkdədir. Bir-birinin ardınca müsəlman şərqinin o sıradan Azərbaycanın neçə şəhəri həm də ədəbiyyat mərkəzi, şeir paytaxtı kimi məşhurlaşmağa başlayır. Təbrizdə, Marağada, Xoyda, Ərdəbildə, bu tərəfdən Gəncə də, Bərdə də, Beyləqan da, Şirvan da və neçə-neçə digər Azərbaycan şəhərləri də dünyanın o çaq ki, mədəni aləmin şeir fəzasında parlamağa başlayırlar. Şərqin bu məmləkətindən o məmləkətinə karvanlar gedirdi. O karvanların daşıdıqları yalnız ticarət yükləri deyildi. O karvanlar həm də söz aparırdı. Asta-asta şöhrətlənən şairlərin divanları, o şairlərin adlarının yanındakı nisbələr, onların hansı şəhərlərdən çıxdığını göstərən sözlər əslində sadəcə söz deyildi. Bu nisbələr yalnız o şairlərin özünə nişan vermirdi, həm də onların çıxdığı şəhərləri, Marağanı, Ərdəbili, Xoyu, Təbrizi, Gəncəni, Bərdəni, Beyləqanı, Bakını, Şamaxını məşhurlaşdırırdı. 8, 9, 10-cu əsrlərdə də Azərbaycanın alimləri var, şairləri yaşayıblar, yaradıblar. O dövrdə əsasən ərəb dilli və fars dilli. 13, 14, 15, 16-cı əsrlərdə də ədəbiyyatımız, elmimiz inkişaf etməkdədir. Artıq həm də yalnız ərəbcə, farsca deyil, həm də ana dilində, türkcədə sıra-sıra həm elmi, həm bədii əsərlər yaranır. Ancaq 11-12-ci əsrlərdə yaşayıb yaratmış şairlərin, alimlərin, sənət adamlarının ümumi sayını göz önündə tutaraq digər əsrlərdəkilərlə müqayisə eləyəndə məhz 11-12-ci əsrlərin niyə altun əsrlər adlandırılmasının səbəbini tapırıq. Yalnız sayca o birisi əsrlərdəkindən artıq deyil. Çəkicədə, Siqlətcədə bu əsrlərdə yaşayıb yaradanlar digər əsrdəkiləri qat-qat üstələyir. Azərbaycanda bu çağda yetişən şairlərin hər biri yalnız böyük söz ustası deyildilər, həm də məktəbə çevrilirlər, yola dönürlər. Nizami əyləşmişdi Gəncəsində əsərlərini yaradırdı. Ancaq onun dalğası bütün müsəlman şərqinə yayılmışdı. O çağ ki, bütün mədəni aləmə çatmışdı. Ya Xaqani Şirvani onu yalnız Şirvanın, Azərbaycanın şairi hesab etməkmi olardı? O artıq bütün yaxın orta şərqinki idi. O bir ülgiyə çevrilmişdi. Onun yolunu tutub gedirdilər, ardınca gəlirdilər, ondan öyrənirdilər.
O çağ ki, mədəniyyət xəritəmizdəki digər böyük şəhərlərin hamısını bir kənara qoyaraq yalnız 3 söz paytaxtını götürsək, Təbrizi, Gəncəni, Şamaxını. Ona şahid olaraq ki, bu 3 şəhərdə yetişmiş, adlarının yanında Təbrizi, Gəncəvi, Şirvani nisbəsi olan şairlərin miqdarı hər bir şəhərdə yüzlərlədir. Bunun gələcək baxımından həm yaxşı, həm bir qədər də nigaran tərəfi var. Yaxşı cəhət o idi ki, bütün mühit mədəniyyət havası ilə çağlayırdı. Söz gözəlliyi hər kəsi əhatə eləmişdi. Bu şəhərlərin hər birində sıra-sıra şeir məclisləri də fəaliyyətdə idi. Əli qələmlilərin dəqiq sayını müəyyən eləmək belə çətin idi. Ancaq Nizaminin, Xaqaninin, Məhsətinin, Fələkinin, Mücirəddinin yanında parlamaq çətin idi axı. Mücirəddin də, Fələki Şirvani də böyük şairlər idilər. Ancaq onlar Xaqaninin yanında, Nizaminin yanında nisbətən sönük görünürdülər. Ancaq bunu da təsəvvür eləyin ki, Nizami ilə, Xaqani ilə, Məhsəti ilə müqayisədə nisbətən ikinci dərəcəli sayılan Mücirəddin Beyləqaninin, Əbdülullah Gəncəvinin, Fələki Şirvaninin və digərlərinin yanında onlarca başqa şairlər də vardı ki, onlar da əsla istedadsız deyildilər, parlaq idilər. Onların da şeirləri əl-əl gəzirdi, divanları vərəqlənirdi, oxunurdu, sevilirdi. Amma bunlardan başqaları da vardı axı. Söz meydanı çox darısqal idi. Şöhrətlənmək, ad-san qazanmaq həddən artıq çətin idi. Çünki öndə gedənlərin, zirvələrin işıqları o qədər parlaq idi, o qədər gür idi ki, nisbətən onlardan aşağı olanların işığı o gür işığın yanında itib gedirdi. Həmin çağlardan 7-8 əsr ötəndən sonra qarşımıza indiyəcən öyrənilməmiş əlyazmalar çıxır. O mətnlərə daldıqca indiyəcən adını bilmədiyimiz neçə-neçə şairimizə rast gəlirik. Nizamimiz varsa, Xaqanimiz varsa, Məhsətimiz varsa, Fələki Şirvanimiz varsa, Mücirəddin Beyləqanimiz varsa və 10, 15, 20, 30 bunca məşhur şairlərimiz ortadadırsa, onlardan nisbətən az məşhur olan və indi üzə çıxardığımız digər şairləri elə bir kənara atmalıyıqmı? Əsla yox. Oxuduqca şahid oluruq ki və əmin kəsilirik ki, onların hər biri yaşamağa layiqdir. Onların hər birinin əsərləri gələcək içərisində də insanların ruhunu oxşamağa qadirdir. Sərvətimiz çoxdursa, onun ən qiymətlilərindən yapışıb, o ən qiymətlilərin yanında nisbətən solğun görünənləri bir kənara atmaq heç də düz olmaz. Nəyimiz varsa onun qədrini bilməliyik. Ancaq yaxınlaşdıqca, dərin qatlarına endikcə bu yəqinlikdə hasil olur ki, gendən bizə xırda ulduzlar kimi görünən bu şairlər də əslində hər biri mahiyyətcə böyük bir ulduzmuş. Sadəcə onlara doğru hərəkət eləmək lazımdır. Onları görmək, tanımaq üçün can atmaq gərəkdir. 11-ci əsrin sonları 12-ci əsrdə bizim bir böyük söz ustamız da yaşayıb. Tacəddin Əmir Əhməd İbn Xətib. Haqqında ötəri bilgilərimiz var. Bugün onu Azərbaycanın tanınan şairləri sırasına daxil etmirik. 12-ci yüzil ədəbiyyatımızdan söz açırkən də onu bir qırağa qoyuruq. Amma rəvadırmı? Tarixin bizə çatdırdığı danılmaz həqiqətlərsə umur ki, Tacəddin Əmir Əhmədi 12-ci yüzildə yaşamış o şairimizi gərək yaxşı tanıyaq və ona doğru irəliləyək. Sənayi Qəznəvi Şərqin ən böyük şairlərindən biri kimi uca mərtəbələrdə yerini tutmaqdadır. O, 1080-ci il ilə 1131-ci illər arasında yaşadı. Əbdülməcid İbn Adəm Sənayi Qəznəvidən insanlığa çox əsərlər yadigar qalıb. Mükəmməl divanı da var, məsnəviləri də. Ancaq onun Həqiqətül Həqaiq əsəri daha məşhur olub. O qədər məşhur ki, təsəvvüfə üst tutan şairlərin heç biri ondan yan keçə bilməyiblər. Sənayi dünyadan köçəndə buna kədərlənən, ədəbiyyatın daha bir parlaq ulduzunun sönməsinə qəmlənən neçə şair mərsiyələr yazdı. Sənayinin həyatdan əbədi gedişinə heyfslənənlərdən biri də böyük Cəlaləddin Rumi idi. Mövlana yazırdı ki, kim deyir sənayi öldü?
Buna işarə eləyirdi ki, sənaye irs yaratmış insandı, düşüncələrə təsir etmiş şəxsiyyətdir. Ardınca neçə-neçə şairlər qafiləsini aparmış böyük ustaddır. Əlbəttə ki, o sadəcə ölüb gedə bilməz, itə bilməz, o yaşayacaq və gələcək zamanlar içərisində də var olacaq. Sənayenin yaşadığı, yaratdığı 12-ci yüzildə də, onun həyatda olmadığı 13-cü, 14-cü, 15-ci, 16-cı, 17-ci yüzillərdə də onun həqiqətül həqaiqinə, digər əsərlərinə nəzirələr yazılıb. Cavablar yazanlar təbii ki, onu ustad biliblər, ardınca gediblər, onun böyüklüyünü etiraf ediblər. Sənayeni hamı tanıyır, bütün şərq onun adını bilir. Ancaq nə Şərq, nə də Azərbaycan sənayenin ustad kimi qəbul elədiyi böyük bir şairimizi tanımır. Əlbəttə Şərq tanımırsa, günahkar biz özümüzük ki, biz gərəyincə təqdim eləməmişik. Sənayenin divanındakı qəzəllərdən biri Nəzirədir. Nəzirəni kimə yazdığını, həmin şairin hansı şeirindən ilhamlandığını da o qəzəlin məqtəsində, son beytində göstərməkdədir. Sənayenin divanındakı o məşhur şeir belə başlanır. Rahidim peydast leykən sadiq-i dindar ku, yek cahan məşuq binəm, aşiq-i qəmxar ku. Qəzəlin məqtəsində başlanğıc beytində deyir ki, din yolu aşkardır, peydadır, göz qarşısındadır. Ancaq sadiq dindarlar hardadır? Davam edir ki, sağa sola baxıram, bir dünya məşuq görürəm. Bəs qəmxar olan, əsl həmdərd olan gerçək aşiqlər hardadır? Və gəlib çatır qəzəlin son beytinə, məqtəsinə, belə yazır. Həm bedin vəzney pesər, puri xətib-i gənci qoft, nobəha ramət negara, badeyi qolnar ku. Deyir ki, oğul, bu həmin vəzinnəndir ki, onu puri xətib-i Gəncə xətibinin oğlu deyib. Və Gəncə xətibinin oğlundan o iqtibas elədiyi şairdən bir misranı gətirir. Nobaha ramət negara, badeyi qolnar ku. Yaz gəlib gözəlim, bəs o gül rəngli badə hardadır? Başqalarının ustad deyib ardınca getdiyi sənayi Qəznəvi, Puri Xətib-i Gəncənin Tacəddin Əmrəhmədin qəzəlini iqtibas edir, onun ardınca gedir, ona nəzirə yazır. Orta əsr şeir aləmindəki yazılmamış qaydaları nəzərdə tuturkən bu son dərəcə böyük diqqətdir. Nizamiyə cavab yazmaq onu özündən böyük hesab eləmək deməkdir. Xaqaniyə nəzirə yazmaq özünü Xaqaninin yanında şagird hesab eləməkdir. Eyni şəkildə Sədiyə cavab yazmaq, Hafiz Şiraziyə cavab yazmaq, Nəvaiyə cavab yazmaq. Cavab yazırsansa, ardınca gedirsənsə, demək onu sən böyük sayırsan, məktəb sayırsan, yol hesab eləyirsən. 12-ci yüzildə Puri Xətib-i Gəncə Tacəddin Əmirəhməd beləcə məktəb sayılıb, yol sayılıb, ülgü bilinib. Həm də sıradan olan bir insan tərəfindən yox, o çağın ən böyük söz ustalarından biri tərəfindən. Sənaye sadəcə sıradan olan, hətta məşhur olan şairlərdən biri deyil, o zirvələrdəndir. Zirvənin zirvə kimi baxdığı bir Azərbaycanlını tanımırıq. İndiyə qədər onun şeirlərinin izinə düşərək axtarışa başlamamışıq. Axtarışa başlanırlarsa, bunun sevindirən bəhrələrə gətirib çıxaracağına şübhə yoxdur. 12-ci əsrin Gəncə ədəbi mühiti haqqında bizim təsəvvürlərimiz yetərincə dolğun deyil. Məhz belə olmasının ən azı üzdəki bir sübutu var. 1345-ci ildə Cəmaləddin Şirvani adlı bir şair və şeir həvəslisi rübailərdən ibarət toplu tərtib eləyib. O toplunun bir əlyazma nüsxəsi bugün İstanbulda Topkapı Muzeyində saxlanmaqdadır. İçərisində yüzlərlə şairin rübaisi, o sıradan Cəmaləddin Şirvaninin özünün şeirləri.
Orada Məhsəti Gəncəvinin də 90 rübaisini verir. Məhsətidən savayı daha 6 Gəncəli şairənin də şeirləri həmin məcmuədə yer almaqdadır. Bu şair qadınları biz 20-ci yüzilin sonlarına qədər tanımırdıq, adlarını bilmirdik, rübailərini oxumamışdıq. Adlarını bildik, rübailərini oxuduq və belə bir qənaət yarandı ki, yəqin onların başqa məxəzlərdə ayrı şeirləri də ola bilər. Ancaq həmin məcmuəni vərəqlədikcə adının yanında Gəncə kəlməsi olan 20-dən artıq şairə də rast gəlirik. Bu adıyla yanaşı nisbəsi işlənənlərdir. Ancaq həmin topluda adının yanında nisbəsi olmayan neçə başqa şairlər də var. Onların arasında da Gəncəvilərin olması istisna deyil. Balaca bir məcmuənin içərisində indiyəcən bilmədiyimiz və 20-ci əsrdə yaşayıb yaratmış Gəncəli şairlərin adına rast gəliriksə, başqa oxşar məcmuələrdə də digər Gəncəliləri tapmağımız əlbəttə ki, mümkündür. Yəni, əlyazma xəzinələrinin hələ heç də bütün qapıları açılmayıb. O qapılar açıldıqca biz yeni yaradıcılıqlarla üz-üzə dayanacağıq. Ona görə də həmin əsrin üstün şairlərindən olmuş Tacəddin Əmirəhmədin izi ilə irəliləmək vacibdir. Hələ ki, Puri Xətibə Gəncə Tacəddin Əmirəhməd haqqında ortada olan qaynaqlar azdır. Tacəddin Əmirəhməd 11-ci əsrin axırlarında, 1080-ci ilin sonlarında, 1090-cı illərin lap əvvəllərində dünyaya gəlib. Onun vəfat tarixini də təqribən 12-ci əsrin 30-cu illəri götürməliyik. Yəni, təqribən 1080-1090-cı ildə doğulub, 1130-cu illərdə dünyadan köçüb. Tacəddin Əmirəhməd, onun ömür yolu haqqında məlumat ala biləcəyimiz qaynaq Cövhəri Təbrizinin əsəridir. Cövhəri Təbrizi 12-ci əsrdə yaşayıb. Cövhəri Təbrizi şeirlərini zərgər təxəllüsü ilə imzalayıb. Cövhəri Təbrizi zərgərin bizə ayrı-ayrı qoşquları da gəlib çatıb və Məhsəti Əmirəhməd haqqında dastanı da. Onun qələmə aldığı Məhsəti və Əmirəhməd dastanı haqqında mənbələrdəki soraqlar daha əski zamanlara aidsə də, Məhsəti və Əmirəhməd dastanının əlyazma nüsxələrinin özləri 15-ci əsrdə olanlardır. Əlbəttə ki, bundan əvvəl də yəqin nüsxələr varmış, amma bugün ortada olan vərəqləməyə imkan tapdıqlarımız 3 əsas nüsxə 15-ci əsrdə yaranıb. Həmin nüsxələrdən biri bugün İranda, Tehranda saxlanmaqdadır, biri Britaniya muzeyindədir, digəri isə Azərbaycandadır bizim əlyazmalar xəzinəsində. Bunların arasındakı ən mükəmməli Britaniya muzeyində saxlanan nüsxədir. O nüsxənin digər özəlliyi də bundan ibarətdir ki, orada miniatürlər də var. Azərbaycandakı nüsxəni ilk dəfə araşdıran yazıcı Məmməd Səid Ordubadi olub. Bu böyük nasir, mahir bədii qələm sahibi olmaqdan savayı həm də araşdırıcılıq istedadına malik bir şəxsiyyət idi. Zamanında yazmağa başladığı və sonralar Azərbaycan ədəbiyyatının şah əsərlərindən birinə çevriləcək qılınc və qələm üzərində işləyərkən o yalnız ədəbi mənbələri oxumamışdı. Nizaminin dövrü, onun əhatəsi ilə əlaqədar ən müxtəlif əlyazmaları da tapmağa, onları oxuyub öyrənməyə çalışmışdı. Məmməd Səid Ordubadinin əldə etdiyi həmin əlyazmalardan biri də məhz həmin Məhsəti və Əmirəhməd dastanı idi. O əlyazma nüsxəsi bir İrəvanlı zənginin kitabxanasındaymış. Məmməd Səid Ordubadi həmin əlyazmanı araşdırır, orada Məhsəti Gəncəvi haqqında olan hekayətlərdən hansılarındansa müəyyən hissələri qılınc və qələmdə istifadə edir. Ancaq böyük ölçüdə əsər toxunulmamış qalır. Lakin Məhsəti və Əmirəhməd əlyazmasını vərəqlədikcə, orada Tacəddin Əmirəhmədin həyat yolu haqqında da müəyyən bilgilərə rast gəlirik. Əlbəttə, gələcəkdə başqa mənbələr tapılarsa, buradakı bilgilər daha da dəqiqləşdirilir, yaxud buradakı məlumatlar əldə olunan digər məlumatların da daha da genişlənməsinə meydan açar. Cövhəri belə yazır ki, Əmirəhməd Gəncənin hörmətli ailələrindən birində anadan olmuşdu və ailənin illərdən bəri yolunu gözlədiyi övlad idi. Əmirəhmədin atası Gəncənin nüfuzlu şəxslərindən biri Gəncənin xətibi imiş. O dünyaya yeni gəlmiş övladını, Əmirəhmədi kənar gözlərdən, bəd nəfslərdən qorumağa çalışır. Ona görə də vaxtı çatanda balasını şəhər içərisindəki hansısa mədrəsəyə göndərmir.
Şəhərdən xeyli aralıda ayrıca bir həyət alıbmış, orada bir hücrə varmış ki, Əmrəhməd təhsilini orada görürmüş. Yəni mədrəsəsi evin içərisində idi və Gəncə xətibi də balasının mükəmməl təhsil alması üçün heç nəyi əsirgəmirmiş. Dastan bunu da xəbər verir ki, o dövrün mədrəsələrdə tədris edilən və bir çox mədrəsələrdə hətta öyrədilməyən daha geniş elm sahələrini də balasına mənimsətdirir. Odur ki, həddi buluğa çatanda Əmrəhməd artıq elmlərə mükəmməl yiyələnmiş bir insandır və artıq həm də şairlik qabiliyyəti varmış. Ancaq günlərin birində gənc Əmrəhməd atasına müraciət edir, şəhərə çıxmaq, Gəncəni görmək istədiyini söyləyir. Xeyli tərəddüddən sonra hər halda Gəncə xətibi oğluna bu izni verir. Çünki anlayır ki, artıq yekə oğlandır, oxumuş bir cavandır, dünya görüşü var, həyatı da görməlidir, insanların içərisində də olmalıdır. Ona görə də Əmrəhmədə onu müşayiət edən bir dəstəni də qoşaraq şəhər içərisində çıxmağa icazə verir. Gəncə də o dövrdə müxtəlif məhəllələrdən ibarətmiş. Əslində o məhəlləlik o şəhərdə sonraki yüzillər boyu da qaldı. Ancaq 11-12-ci əsrlərdə Gəncə daha çox əsnafların, ayrı-ayrı sənət peşə sahiblərinin yerləşdiyi məhəllələrdən ibarət idi. Əmrəhməd o məhəllələr arasında gəzir, dolaşır və nəhayətdə gəlib çatır xalq arasında xərabat deyilən bir yerə. Soruşur ki, bura niyə xarabalıq deyirlər? Bura xarabalıqdırmı, dağılmış bir yerdimi? Ancaq yenidən abad kimi görünür. Deyirlər, yox, əksinə bura çox gözəl bir məskəndir. Bura rintlərin qərar tutduğu bir yerdir. Müşayiət edənlər izin vermirlər ki, sənin atan bizə qeyzlənər. Sən Gəncə xətibinin oğlusan, Gəncə xətibinin Rintlər məhəlləsində nə işi? Ancaq Əmrəhməd inad edir, gedib Rintlər məhəlləsinə çatır. Rintlər məhəlləsində ayrı-ayrı sənətkarlarla, əsnafın müxtəlif elçiləri ilə görüşür və çox zəngin bir təəssürat qazanır. Sanki onun qarşısında yeni bir həyat səhifəsi açılmışdı. İllərcə kitablarla baş-başa olmuşdu, üz-üzə dayandıqları da yalnız onun müəllimləri olmuşdular. İndi isə burada həyatla üzbəüz idi. Hər cür rəsmiyyətdən uzaq, saya danışıqlarıyla, oturuşlarıyla, duruşlarıyla, sadə davranışlarıyla bu əsnaf, sənət peşə sahibləri Əmrəhmədi heyran qoymuşdu. Və bu ilk təmaslarda o əsnafdan şeirlər də eşidir, o şeirlərə cavablar da verir. İlk təmasdanca onlarla sözü tutur. Ancaq Rintlər məhəlləsinə, xərabata gəlişinin Əmrəhmədə hazırladığı bir ayrı talih töhfəsi də var idi. Burada o, həyatının sonraki illərdən mənasına çevriləcək bir xanımla tanış olur, Mənicə ilə. Həmin hər kəsin tanıdığı məşhur Məhsəti Gəncəvi ilə. Nağıllarımızda, dastanlarımızda tez-tez rast gəlinən bir məqamdır. Hansı yerdəsə söhbəti yarımçıq qoydular. Bəlkə də maraqlılığı biraz da artırmaq üçün və elan eləyir nağılçı. Deyir ki, söhbəti burada yarımçıq kəsək, görək yola çıxan o aşiqin başına o səfərdə, o şəhərdə nə işlər gəldi. Və burada yarımçıq qoyduğu hekayətin başqa bir qanadını davam elətdirir, müəyyən andan sonra onu orada yarımçıq qoyaraq təzədən qayıdır bura.
Bir halda ki Tacəddin Əmirəhməddən Məhsəti və Əmrəhməd dastanı çərçivəsində söz açırıq, elə dastan səliqəsinə də riayət eləyək. O Məhsəti və Əmrəhməd dastanına, Tacəddin Puri Xətibin başına Xərabat məhəlləsində gələnlərə, onun Məhsəti ilə macəralarına yenidən qayıdacağıq. Hələlik isə o söhbəti yarımçıq qoymuşuq. Qayıdaq məxəzlərə. O məxəzlərə ki, oradan Tacəddin Əmirəhmədin şair kimi sədaları gəlməkdədir. Orası da var ki, bu soraqlar Tacəddin Əmirəhmədin orta çağda məhz bir şair kimi şöhrətindən xəbər verməkdədir. Onun bir tarixi şəxsiyyət olaraq, ədəbi sima olaraq o çağın şeir aləmində şöhrətinə dəlalət eləyir bu məlumatlar. Bu şeir Tacəddin Əmirəhmədin yaradıcılığına bir körpü də sayıla bilər. Çünki onun irsindən əlimizdə olan sənayinin iqtibas elədiyi bircə misrasıdır və bir də Məhsəti və Əmrəhməd dastanında olan rübailər. Ancaq təzkirələrdə və ayrı-ayrı cünklərdə yer alan bu şeir artıq qəzəl şəklində yazılıb. Bu qəzəli oxuduqca da oradan sənayinin iqtibas etdiyi digər Tacəddin Əmrəhməd qəzəlinin havası duyulmaqdadır. Payi hər naəhli navizət berəncə dam-ı eşq, dəst-i bidərdan o namərdan nə giyrət cam-ı eşq. Yəni deyir ki, hal əhli olmayan hər kəsin ayağı eşq zəncirinin əzablarına dözə bilməz. Davam edir ki, eşq camı o nemətdir ki, hər bidərdin, hər namərdin əlində ola bilməz. Çeşmə biqanə nə giyrət xaki kuyi məhvəşan, quş naməhrəm nə yabət ləzzət-i peyğam-ı eşq. Deyir, biganə olanların gözləri, sərraf olmayanların baxışları, məhvəşlərin, ay üzlülərin küçəsinin tozunun qədrini necə görə bilər, necə qiymətləndirə bilər? Davam edir ki, təpədən dırnağa aşiq olmayanların, biganə olanların qulağı eşq sorağının xəbərindən ləzzət ala bilməz. Qəzəli belə tamamlayır ki, badəkordən xub nayəd coz zecam-ı dorr-ı dust, hərz-i qoftən sərd başəd, coz ki dər doşnam-ı eşq. Deyir ki, badə içmək yaxşı iş deyil, ancaq bir istisna ilə. O badə dost əlindən, yar əlindən içilirsə, o xoşdur, onu içməyə dəyər. Deyir, hərzə söhbətlərin hamısı pisdir, soyuqluq gətirir, qəlbə dəyəndir, ancaq yalnız bir hərzə söhbətdən sonra. Əgər sən aşıq olmusansa, o rüsvalığın söhbətləri yayılıbsa, bu söhbətin özü də çox xoşdur. Bunlar Tacəddin Əmirəhmədin qəzəlindən sadəcə bir neçə beytdir, ancaq bu bir neçə beytin özü onun qələminin bişkinliyini, üslubunun sərraslığını, həm də deyiş tərzinin o çaq ki, bir çox şairlərdən səmimiyyəti ilə seçilməsini əyan etməkdədir. Bu qəzəl varsa, demək bunun yanında başqa şeirləri də var. Uzun 10 illər boyu biz 13-cü əsrdə yaşayıb yaratmış böyük şairimiz İzzəddin Həsənoğlunu bircə qəzəli ilə tanıyırdıq. Ana dilindəki bir şeiri ilə və həmin şeirin farsça olan tərcüməsi ilə. Apardı könlümü bir xoş qəmər üz canfəza dilbər, nə dilbər dilbəri şahid, nə şahid şahidi sərvər. Bu bircə qəzəli ilə Həsənoğlu dərsliklərimizə düşmüşdü. Ədəbiyyatımızın ən uca mərtəbəsində sayğı ilə anılan, yad edilən bir şair idi. İndi Əmirəhmədin bu qəzəli ortadadır. Neçə rübaisi var və həmin o rübailərdən bu qəzəl üst-üstə gələndə onun üslubu haqqında da, onun yazı tərzi haqqında, qələminin mükəmməlliyi haqqında qənaətlər oyadır. Və bu bir neçə nümunənin anlattığı həqiqət ondan ibarətdir ki, Əmirəhməd zamanəsinin üstün şairləri cərgəsindədir. Əmirəhmədin də, Nizami Gəncəvinin də müasir olmuş, 12-ci əsr Gəncəsində yaşamış Xosrov Əbubəkir ibn Əl-Ustadı ki, tanımırdıq.
20-ci yüzyılın bitər-bitməzində onun haqqında xəbər tutduq, onun Munisnaməsini əldə elədik. Ancaq Munisnaməsinin əvvəlində o böyük nəsr və şeir abidəsinin içərisində bunu da yazır ki, başqa çoxlu əsərləri var. Əsərlərini bir-bir sadalayır, hansı əsərinin hansı məzmunda olduğunu xəbər verir. Ancaq əsərləri əlimə çatmırsa da ümid var, həm də qüvvətli ümid var. Qüvvətli ümid də ona bağlıdır ki, Əbubəkir Xosrov ibn Əl-Ustadın Munisnaməsi ki tapıldı. O tapılıbsa, demək, digər əsərlərin də üzə çıxacağı mümkündür. Elə o sıradan da gələcəkdə Tacəddin Əmirəhməd Puri Xətibin təzə şeirlərinin də tapılmasına inam çox böyükdür. Tacəddin Əmirəhmədin də, elə Məhsəti Gəncəvinin özünün də, o çağda Gəncədə yaşayıb yaratmış bir çox başqa şairlərin də əsərlərinin, əlyazmalarının bugün ortada olmamasının bir tarixi vacib səbəbi var. Bu da Gəncənin aqibətinə bağlanır. Dalbadal baş verən zəlzələlər, həm də sadə zəlzələlər yox, yerin altını üstünə çevirən zəlzələlər nə qədər evləri, imarətləri, mülkləri viran qoyub. Saraylar dağılıb, onda qalmış adi evlər ola. O sarayların, o dağılan evlərin içərisində nə qədər əlyazmalar torpağın altına gömülüb. Müharibələr olub, Gəncəni qılıcdan keçirdiblər, Gəncəni oda tutublar, yandırıblar. O talanlarda, yağmalamalarda, o divan tutmalarda da nə qədər əlyazmalar, irs, mədəni nümunələr yox olub gedib. Olsun ki, onların sırasında Tacəddin Əmirəhmədin divanı da var. Heç o boyda Nizami Gəncəvinin mükəmməl bir divanı qarşımızda yoxdur. Bəli, Xəmsənin ayrı-ayrı nüsxələri dünyanın müxtəlif ölkələrinə yayılıblar. Amma divanlar sanki olmayan kimidir. Tək-tək şeirlərini oradan-buradan toplayaraq bir divan halına salıblar üstündən zamanlar keçəndən sonra. Amma əlbəttə ki, divan olub. Divanın olmasını Nizami Gəncəvi özü söyləyir ki, qarşımda divanın dayanıb. Varsa, demək onun da məsnəvilər kimi əlyazmalar olub. Olubsa, demək haçansa tapılacaq. Elə o sıradan da Tacəddin Əmirəhmədin ardınca olmaq lazımdır. Məhəmməd Peyğəmbərin məşhur sözləri var. Tapanlar, axtaranlardır. Və ən böyük arzu da ondan ibarətdir ki, ardıcıl axtarışlar bizi şeir ümmanımızın ən qiymətli incilərindən olan Tacəddin Əmirəhmədi bizə bütövlüyü ilə göstərən əlyazmalara qovuştursun. Orta əsrlərdə şeir aləmində qərar tutmağın, irəliləməyin əsas şərtlərindən biri klassik ədəbiyyatın, yəni səndən əvvəlki yaranmış irsin bir çox nümunələrinə bələd olmaq idi. Şair olub şairlər cərgəsinə qoşulmaq istəyənin ilhamının olması, şeir yaza bilməsi hələ az idi.
Əlbəttə peşəkar şair, şairlər aləmində özünə yer tuta bilən söz ustası olmaq üçün başlanğıcda öyrənmək lazım idi. Bəyan, bədii, məani, əruz, qafiyə bunları mükəmməl şəkildə öyrənirdilər. Bunlar tədrisin bir parçası idi. Bu bilgilərin üstünə ilham gəlirdi, çalışqanlıq gəlirdi. Demək sən şair olmağa artıq hazırsan, amma bu da bəs eləmirdi. Tələb olunurdu ki, köhnə şairlərdən minlərlə misranı həm də ən seçilmişləri əzbər biləsən. Həm də yalnız keçmişlərdən yox, həm də müasirlərindən də. Keçmişdə yarananlardan da, müasir dövründə qələmə alınanlardan da agah olandan sonra əvvələn sən təkrarlamırdın. Xəbərin olurdu ki, səndən əvvəl nə deyilib və hansı incəlikdə söylənib. Bunları biləndən sonra istər-istəməz özünə yığışdırırdın, məsuliyyət də artırdı. Dünyanı təzədən kəşf edirsənmiş kimi 5 il, 10 il, 100 il, bəzən 300 il əvvəl söylənmişləri təzədən təkrarlamırdın. Çalışırdın ki, hətta o köhnə fikirləri də təzə bir qəlibdə, ayrı bir biçimdə təqdim edəsən. Ona görə dünəni bilmək vacib idi və indi Tacəddin Əmrəhmədin irsini ortada olan o nümunələri araşdıranda buna da yəqinlik hasil edirik ki, o klassik irsi mükəmməl bilirmiş. Keçmişlərdə gözəl söylənmiş hansısa misradan, hansısa beytdən içərisinə düşən işıq burada yenidən pöhrələnirdi. Tacəddin Əmrəhməd 11-ci yüzyılın sonlarında doğuldu, 12-ci əsrin birinci yarısında yaşadı. Ancaq ondan daha əvvəldə yaşamış böyük bir məhəbbət şairi vardı. 10-cu əsrin sonlarında doğulmuş, 11-ci əsrdə yaşamış Baba Tahir Üryan. Baba Tahir Üryanın dübeytləri məşhur idi. Dübeyti ilə rübai ayrı-ayrı şeylərdir, vəzinləri müxtəlifdir. Hərçənd bəzən dübeytiyə də rübai deyirlər, 4 misra olduğuna görə, amma büsbütün fərqli şeirlərdir, ayrı-ayrı vəzinlərdir. Baba Tahir dübeytləri 11-12-ci əsrlərdə də artıq məhəbbət poeziyasının ən duyğulu, ən can yandıran örnəkləri kimi məşhur idi və Baba Tahir şeirlərinə Tacəddin Əmrəhmədin də cavabları var. Ancaq bunların cavab olduğunu, əks-səda olduğunu və hansı sədanı əks etdirdiyini gərək Baba Tahiri biləsən ki, anlayasan. Baba Tahirin ey deyil, ey ürək rədifli məşhur dübeytləri var. Məgər şiir o pələngi ey deyil, bemo daim becəngi ey deyil. Əgər dəstəm rəsəd xunət bericəm, bevinəm ta çerəngi ey deyil. Ey ürək, məgər sən şirmisən, pələngmisən, daim mənimlə döyüşürsən. Əgər əllərim çatsa sənin qanını tökərdim ki, görüm sən nə rəngdəsən. Tacəddin Əmrəhməd Baba Tahirin bu Eydel rədifli dübeytisi ilə səsləşən bir yox, bir neçə rübai yazmışdı. Ta əz həd-i xod borun nəhadi Eydel, در دام غم عشق فتادی ای دل قیفال ز چشم من گشادی ey دل خود را و مرا به bad dadi ey dil. Ayağını sənə icazə verilən həddən kənara qoydun ey ürəyim. Belə ehtiyatsızlıq etdin, ona görə də eşqin toruna düşdün. Gözlərimdəki qəflət pərdəsini çəkdin, bununla da özünü də, məni də bada verdin. Ya Baba Tahirin gözlər və ürək haqqında silsilə dübeytləri var və bu dübeytlər o qədər məşhurdur ki, onları əsrlərcə insanlar əzbər biliblər və onlar xalq şeiri kimi insanların yaddaşına, ruhuna hopub. Bunun yalnız sonraki əsrlərdə deyil, elə Baba Tahirə yaxın zamanda da baş verməsinin sübutu və şahidi Tacəddin Əmrəhməddir, onun bizə yadigar qoyduğu rübailərdir. Baba Tahir belə yazmışdı. Xudaya, gözlərim mənə bəladır. Gözlər günah edib, qəlb mübtəladır. Gözlər görməsəydi o gözəlləri, könül də duymazdı bu nə cəfadır. Bu dübeytiyə Tacəddin Əmrəhməd belə cavab verirdi. Ey dide, toi məaniye doşmən del, peyvəsti be bad bərdəhi xirmən del, dozdide be ruye dost əndər negəri, angah koni qonah der gərdən edil. Deyir, ey gözlərim, mahiyyətcə sən ürəyin ən böyük düşmənisən.
Çünki ürəyin xırmanını küləklərə sovuran həmişə sən olursan. Sən göz oğrunca gözəllərə baxırsan, günah ürəyin boynuna düşür. Belə səsləşmələr və həm də yalnız Baba Tahirlə deyil, özündən əvvəlki yaşamış məşhur şairlərin bir çoxu ilə Tacəddin Əmrəhməddə var. Başqa sözlə, Tacəddin Əmrəhməd özündən əvvəlki yolu yaxşı öyrənmiş, köhnə şeirin təcrübəsini mənimsəmiş, onun vərdişlərini içərisində yaşayan və daşıyan, sabahlara aparan güclü bir söz ustasıydı. Vətənimdir, 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 vətənim. Vətənimdir, 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 vətənim.